bunları açdıq, düzdürmü? Buradan yoxladığınız pəncərələrə girməyə bu 2 dənə oxdan. Cürbəcür, məsələn, birinciyə qayıdın, ikinciyə qayıdın belən içinə. Baxın, hamısı yerindədirmi, yerində deyil. Bu pəncərələrdir. Birinci zaten buradan başlayacaq. Pəncərələri izah etdim. İndi gəlin bu qıraqdakı alətlərlə bağlı danışaq. Bu alətlər panelimizdə adlanır tools. İngiliscə tools gedir və birinci alətimiz hərəkət etdirmə alətidir. Move tool. Klaviaturada sadəcə vəlinin vısını basmaqla gəlir. Heç nəsiz vın basandır. Bəzi alətlər var ki, burada hərflərlə çağırılır. V, C, L, yəni ki, qısa yolları öyrənməyə məcburuq ki, biz bir də girib burada menyuda axtarmayaq. Tez buradan hərfi basaq, aha bu alətdən kəsəcəm. Bəzi alətlərin daxilində bir neçə alət olduğu üçün gəlirik üzərinə klikləyib sağ düyməni basırıq və digər alətlərimizi tanış oluruq. Yəni belə qırağında ox olan alətlər o deməkdir ki, içində digər alətlər də var. Üzərində sağ mausun klikini sıxanda digərlərini görə bilirik. Və əgər işdir burada alətlərinizdə azlıq olarsa, alətlərinizi tapa bilməyərsiniz birdən. Məsələn, açıram sağı, görürəm ki, filan alətlər yoxdur, 3 dənə alətdir burada. Niyə görə 3 dənə alətdir? Orada 5 dənə olmalıdır. O zaman burada sizin menyunuz var, alət menyu paneli deyilir. Orada üstünə vurub sağ düyməni sıxırsınız, sonra edit toolbar çıxır. Edit toolbara klik vurursunuz. Tutalım da, indi mən göstərmək üçün bura qoyuram, siz eləməyin. Tutalım, mənim bəzi alətlərim buradadır, ekstra kimi görünür. Yəni, bu o deməkdir ki, mən burada alətlərimin yarısını görmürəm. Əsas toolbarsda mənim alətlərim yoxdur, yarısı ekstraya düşübdür. Mən buradan məcburam bunları bura keçirtməyə. Bu halda əgər açsaz belə görsəniz alətlərinizi, tez burada Restore Default eləyirsiniz, geri qaytarırsınız ki, alətləriniz burada olsun, bütün hamısı burada olmalıdır, bura boş qalmalıdır və done eləyirsiniz. Ondan sonra gəlib hansı alətinizi istəyirsiniz, üzərində mausun sağ kliki sıxırsınız, alətiniz içindəki digər detallı alətlərlə birlikdə görünür. Yəni ki, alətlər panelinin menyusu aşağıdakı bu düymədir, yadda saxlayın. Bu da rənglərinizdir sizin. Foreground rəngləriniz, hansı ki, maskada istifadə edəcəksiniz, fonda istifadə edəcəksiniz, rəngləmədə istifadə edəcəksiniz. Bunlar sizin rənglərinizdir. Bunların yerini bu oxla da dəyişmək olur buradan basaraq. Və yaxud da klaviaturada sadəcə xəyalənin x-sını basaraq da yerlərini dəyişmək olur. Xəyalənin x hərfi ilə prosto belə dəyişmək olur. Əgər burada başqa rənglərdirsə və ağ-qara rəngin geri qayıtmağını istəyirsinizsə, burada balaca ağ-qara var. Default foreground and background color, D hərfi. D-ni basanda sadəcə ona keçir. Yəni, ola bilər ki, mən 2 dəfə bura vurdum, tutalım, belə bir rəngdir üstə. Mən istəyirəm ki, o qara olsun. D-ni vururam, qara olur, gördünüz? Sadəcə dəmirin D-sını. Yəni, bunlar bilinməli vacib şeylərdir. Sonra ekran görünümü. Bu, Change Screen moddur. F hərfini bastın, ekran belə oldu. Təsadüfən familin f-sını basmışsın, ekran belə olub və sənə narahat gəlir ki, mənim aşağıda şeylərim vardı, burada nəyimsə vardı, yoxa çıxıb, neyiniyim? F-nı bastım və belə oldu. 3 dənə görünüşə dönür f hərfini basanda. Belə olanda S-cını da basıb çıxmaq olur. Klaviaturada S-cını prosto basırsınız, çıxır. Prosto bunları öyrədirəm ki, sabahlar sizə lazım olacaq qısa yollarda. Əliniz dəyəcək harasa, məndə də olur, dırnağım dəyir, ya nəsə də işləyən yerdə bir gördüm, başqa bir düyməyə basıram, axtarıram ki, nəyi bastım ki də, neyiniyim, incə qayıdım. Ctrl-Z də kömək eləmirik. Bu mənzərədə ekranın görünüşü interfeysdə Ctrl-Z ilə qayıtmaq olmur. Gəlir, mən burada axtarım ki, hansı düyməyə basmışam. Ona görə də basdığınız düymələri düzəltməyi bilmək üçün burada EF, D, C, hamısını bilmək lazım, nə işə yaradığını. Yəni, bunlar belə. Bu düymə, belə deyim, maskingdə istifadə olunur. Q hərfidir. Q eləyəndə görürsünüz, bu dəyişir avtomatik və burada layerimiz qırmızı rəngdə olur. Maskalarla işləyəndə, arxa fon falan təmizləyəndə çox adam bunu ilə işləyir, bu rejimlə işləyir. Yəni, bu onun üçündür. Gələcəkdə daha dərin öyrənəcəksiniz maska nə deməkdir. Bu da yeni gəlibdir. Add or generate images. Buradan device-dan, yəni nəsə proqramdan nəsə bir şəklin üstünə şəkil əlavə etmək olur. Və yaxud da Adobe Stock lisenziyalı işlədirik. Adobe Stock da var. Adobe Stock-a da daxil olub, oradan da bir şəkillər endirə bilirsiniz. Aylıq 10 dənə şəkil Stockdan götürə bilərsiniz.
Generate image isə süni intellekt deməkdir. Süni intellekt açılır paneli. Ora nəsə yazırsınız ki, tutalım belə bir şəkil istəyirəm. O sizə burada ekranda həmən şəkli verir. Bu yeni paneldir, yəni 26-ya aiddir. Bu isə ev, home deməkdir. Basanda bura qayıdır və burada recent bölməsi var. Yəni cache fayllarının yığıldığı, köhnə işləri açdığınız bölmə. Burada siz açdığınız köhnə işləri daima görəcəksiniz və bu hər burada deyim dolanda yeni açdıqlarınız burada olur. Hər ayın sonu da istəsəz bunu fayldan girib burada open recent eləyərək clear recent file list eləyə bilərsiniz. Ki kompüterinizdə cache fayllar çox dolub sistemi zəiflətməsin, Photoshopu zəiflətməsin. Hər ay sonu bunu eləyə bilərsiniz əgər istəyirsinizsə buradan. Və buradan yenidən açdığımız panelə daxil olmaq üçün balaca ox var. Bu oxa basaraq da buradan qayıda bilirik. Yəni home, ox, ev, ox. Bunlar aydındır sizə interfeyslə bağlı. Çətin gəlmir? Sadəcə şey demədə toollar ümumiyyətlə görsənmir. Belə görünür. Belə də görünmür. Yox. Ümumiyyətlə yoxdur. Ekran görünümü dəyişmir. Siz indi nə etməlisiniz? Baş menyuya girirsiniz. Baş menyuda window bölməsinə daxil olursunuz. Kimdə ki, belə görsənir, belə yoxdur. Alət yoxdur da, görürsünüz, yoxdur. Windowda aşağıda tools var. Girirsiniz o toolsu yandırırsınız. Window tools. Window tools. Yandırdınız gəlir. Sonra bu. Bu aşağıdakı panel görürsünüz. Select subject, remove background, adjust colors falan. Bu kontekstual taskbar adlanır. Bunu bastınız, söndürdünüz. Əgər sizə mane olursa. Yandırmaq istəyirsiniz, gəlirsiniz Window'a, yenidən onu aktivləşdirirsiniz. Kontekstual taskbarı. Açıldı. Bəs daha geniş eləmək üçün məndə indi məsələn bir sətr kimi tool görsənir. Sizdə 2 sətr. Burada ox var. Baxın, belə bir ox var, balaca ox qırağında. O oxu basaraq onu ikili yan-yana eləyə bilirsiniz. Belə açıb bağlaya bilirsiniz. Yan-yana olmağı sizə daha faydalıdır ki, aşağıya kimi uzanmır da. Və ümumiyyətlə interfeysdə qeyd edim ki, alətlər panelindən başqa, yəni nə itərsə, bu funksiyalar panelidir yan tərəfimiz. Burada da nələr itərsə, hər şeyi biz Window'dan açırıq. Yəni yadda saxlayın ki, Window bizim interfeysimizin pəncərələr qismidir. Yəni biz hər hansı bir pəncərələr açmaq istəyiriksə, mütləq ki, Window'dan daxil olub açmalıyıq. Yox, ekranda görünümü böyütmək və ya kiçiltmək ekran miqyasını və yaxud da ekran miqyasını əymək istəyiriksə, bu view bölməsi, yəni Windows-un yanındakı bu view bölməsinə aid bir şeydir. Prof setup görürsünüz. Setupda nədir? Working smooth, yəni ki, bu saat bu şeydə işləyir, çap modunda işləyir, deyir mənə. Ctrl-Y-ni basanda avtomatik CMYK moda keçir, çap moduna keçir. Sonra burada zoom in, zoom out, ekranı böyütmək, ekranı kiçiltmək, yəni şəklin miqyasında Ctrl plusla böyüdürük, Ctrl mənfi ilə kiçildirik. Ctrl sıfırdan ekranı prosta mərkəzə miqyaslayırıq. Yəni ki, burada sonra faizlərlə onu eləyə bilirik. Screen mode, bayaq ki, öyrətdiyim bu F işarələridir, görünüş olaraq. Show'dan məsələn birdən belə bir şey oldu, setka əmələ gəldi, qorxmayın, kontrol dırnaqla açılır, bağlanır. Bu setkaları biz posterlərdə işləyirik, grid sistemidir. Bura rulers'dır, xəttkeşlər view-dan açılır, rulers, Ctrl R. Yəni ki, ekranda nə görürsünüzsə bu interfeyslə bağlı, view ilə bağlı, görünüşlə bağlı da. Bunlar hamısı bu bildiyiniz view bölməsinə aiddir. Amma pəncərə qismləri window bölməsinə aiddir. Yəni pəncərələrdən hər hansı bir şey itərsə, forma dəyişərsə buradan axtaracağıq. Window'da arrange var. Arrange nədir? Biz eyni anda interfeysdə gördüyünüz kimi həddən artıq şəkil açmışıq. 6 dənə, 7 dənə şəkil açmışıq. Arrange şəkillərin yerləşmə qismi adlanır, yəni yerləşim paneli. Baxın, mən istəsəm şəklə belə baxa bilərəm. Hər pəncərəyə belə baxa bilərəm arrange-dən. İstəsəm belə baxa bilərəm. Eyni anda, yəni tutalım, ikisini də editing etmək istəyirəm. Ya dördünü də editing eləmək istəyirəm. Bura klik vururam, burada bu açılır. Buna klik vururam, bu açılır. Burada bu açılır, görürsünüzsə. Və mən buradan Windows-dan, Arrange-dən təzədən bir pəncərəli eləyə bilərəm. Consolidated all to tabs, bir pəncərəli eləyir. Hətta, baxın, pəncərəni dartmışam, görürsünüz, ortaya çıxıb belə oynayıb, aləm dəyək bir-birinə, hərəsi bir ayrı-ayrı çıxıbdır, görürsünüz belə. Belə olanda da qorxmayın. Windows-a yenə girirsiniz, Arrange-dən Consolidated all to tabs eləyirsiniz, hamısı bir pəncərəyə yığılır. Yəni, əlim dəydi, qaçdı yerləri, oynadı, problem deyil, hər şey Windows-dadır, Arrange-dədir.
rahatlıqla düzəldirsiniz. Workspace işləmə ərazisi adlanır. İşləmə ərazisi əsasən Essentials defaultda olmalıdır. Yəni standart pəncərələr. Əksi halda işləmə ərazisiniz motion və ya painting, fotoqrafiya üzrə olanda ona uyğun pəncərələr açılır. Bizə isə lazım olan standart manual pəncərələrdir ki, əlimizlə idarə edə bilək və özümüzə uyğunlaşdıra bilək öz işimizə. Yəni ki, mən burada animasiya üçün hazırlamıram nəsə və yaxud rəssamlıq üçün nəsə hazırlamıram. Mən standart özüm manual istəyirəm, ona görə manual seçirəm. Və əgər ki, manualınızda qarışıqdırsa, onu geri qaytarmaq istəyirsinizsə, işləmə ərazisini reset eləyə bilərsiniz. Reset köhnə işləmə ərazisini geri qaytarmaq deməkdir və yaxud da yeni işləmə ərazisi, new workspace yarada bilərsiniz və yaxud silə bilərsiniz. Sonra keyboard shortcuts and menus. Buna basaraq öz belə deyim, qısa keyboardlarınızı öyrənə bilərsiniz. Belə açıb ki, nə deməkdir və ya söndürə bilərsiniz, gözünü söndürə bilərsiniz. İstifadə edəcəyiniz keyboardların falan gözünü söndürəndə onlar aktivləşmir. Sönəndə siz Ctrl-V eləyəndə pəst eləyə bilməyəcəksiniz. Yəni bunları buradan yandırırıq, söndürüb yandırmaq qismi oradandır. Yəni ona görə bilin ki, bu sizin üçün çox vacib bir paneldir. Lock workspace işləmə ərazisini qıfıla qoymaqdır. Yəni tamamilə tərpənməyəcək. Sonra mən sizə buradakı menunu izah edeyim. Bu menu pəncərələri, funksiyalar panelidir. Yəni bunları bura mən necə özüm yığmışam, onu da izah edəcəm. İndi tutalım belə. Çıxardım, bağlayayım ki, sizə də rahat olsun göstərmək. Bunu çıxarıb bağlayıram, təzədən yığacam. Əlimlə yığmışam çünki bunları. Bir qismini. Okey. Bura tutalım, mən funksiyalar yığmaq istəyirəm, pəncərələr, window-a daxil oluram. Mənə lazım olanlar hansılardır? Brushes-dir. Brushes açanda bax belə açılır. Belə açılanda böyük bir menu kimi, mən bunu bax burada oxu var balaca ikili. Belə edirəm, balaca bir ikon halına, yəni işarə halına gətirirəm və bu ortasından basıb saxlayaraq tərpədə bilirəm. Tərpədirəm, gətirirəm burada dartıb saxlayıram da tərpədəndə. Burada göy kvadratik yananda buraxıram. Heç vaxt belə xətt yananda buraxmayın. Burada pəncərə qalınlaşır və sizə ekran görünümü çətinləşməyə başlayır. Ona görə kvadrat göylər yananda buraxa bilərsiniz. Brush settings oxunu bağlayıram. Buradan balaca atdım, gətirdim bunun altına göy yandı buraxdım. Karakter, yazı stilləri. Bağladım, tutdum buradan dartdım, gətirdim, göy yananda buraxdım. Xanımlar eləyin zəhmət olmasa. Clone source. Bəli, eləyin. Yığırıq, gətirdik, qoyduq bura. Öz ekranımızı özümüz yığırıq. History'də. Super, avtomatik düşsə yaxşıdır, məndə məsələn düşmür. History'dir, sonra gradients'dir. Layers çox önəmli bölmədir. İtəndə buradan açırıq, biləsiniz. Paragraf. Bax belə açıldı, düzdürmü? Burada oxu var. Bastım, bağladım oxunu, bax bunu. Ortasından sıxdım, saxladım, dartdım, gətirdim, bax bura qoydum, göy yanında buraxdım. Kvadrat göy yananda buraxıram, xətt göy yananda yox, kvadrat göy. Və tərpətmək üçün birinci aləti istifadə etməyə diqqət edin ki, birinci alət hərəkət etdirmə alətidir, move tool adlanır və onunla hərəkət etdirmək daha rahatdır. Brush settings, karakter. Karakter styles eləyək. İhtiyac yoxdur, karakter, clone source. Ona nasıl gəldi? Aytəkin xanım alınır, Şəbnəm alınır. Mən də soldakı paneli bitirdim. Deyə bilmədim. Necə? Mən də soldakı paneli bitirdim. Soldakı, yəni bu alətlər, buradan yandırın da, tools. Tools. Window'dan yandırın, quşu yansın. Clone source. Gəldi. Clone source'da yandırdıq, sonra buradan paragrafı da yandırırıq. Paragraf. History'ni də unutmayın, history'də var. Aytəkin xan buradasınız. Çətin gəlmir. Biraz sağ. İlk dərsliyə yorucu gələ bilər, öyrəşəcəksiniz.
İstəyirsiniz? Açdıq hamısını xanımlar. Brush settings, brush, sonra Aha. paragraph. Aha, clone source. Clone source. Baxın ekranda göstərim. Clone source. History. Paragraf. Yəni əsas olanlar bunlardır sadəcə. Clone source. History. Paragraf. Properties var onsuzda, layers var. Hansın ki quşu yanıqda onlar var sizdə. Birdən işdə layers-imiz itsə, belənçin olsa burada layer olmazsa qorxmayın, girin bura, layers-i yandırırsınız, avtomatik gəlir bura. Yəni o barədə narahat olmayın. Layers bölməsi haqqında da indi izah edəcəm. Layers bölməsi bizim üçün ən önəmli bölmələrdən biridir. Layers-da bizim bütün obyektlərimiz hamısı bura düşür. Yəni ki, bir qab kimi düşünün. Bir yemək bişirirsiniz, ingredientləri də içinə tökürsünüz. Yəni funksiyaları onun içində eləyirik. Yəni bilməliyik ki, biz hansı layerin üstündəyik, hansı əməliyyatı görürük. Yəni ona görə gözümüz həmişə layers-da olmalıdır ki, biz hansı şəklin üstə hansı funksiyanı yerinə yetirdik. Yəni layers bizə kömək edir buna görə. Yəni sırf ekranda eləmirik. Gözümüz layers-dan işləyir bizim. Bir sağa baxır, bir sola baxır. Gələk properties bölməsinə, bu haqqında məlumat bölməsidir. Sizin dokumentinizin ölçüləri haqqında hal-hazırda məlumat verir. Burada W eni deməkdir, height uzunluğu deməkdir. Yəni hal-hazırda şəklimin eni və uzunu budur və şəklim bu formadadır, yəni albomlu. Bu adjustments-dır, hansı ki rəng effektləri, işıq effektləri, şəkli maraqlı formalara salmaq, yəni effektlərlə işıqlandırma, kölgələndirmə və s. Burada da adjustments bölməsində libraries isə adi kitabxanada ehtiyacımız olmur ora çoxda və bunların arası sizə uzun gəlirsə, bu xətlərdə dayanaraq iki oxun çıxmağını gözləyib, dartıb saxlayıb belə darta bilərsiniz yuxarı. Bu şəkildə dartırsınız və yuxarıya doğru bunları dartma. Hətta buranı da bu paneli də belə dartıb, beləcinə basıb saxlayırsınız və belə iki ox çıxanda dartırsınız və belə tərpənir gördüyünüz kimi. Bu da aşağı yuxarı eləməkdir. Bunlar menyulardır. Close tab qrup bağlamaqdır menyudan. Burada da yenə ox var, belə balaca ox var. Burada görürsünüz belə expand panels. Balaca bir dənə ox var yuxarıda. Açıb bax. Bunlar da yenə belə aça bilirəm. Gördüyünüz kimi öyle bağlaya bilirəm. Bunlar aydındır, sizə rahatdır, başa düşdük. Bu interfeysimiz bizim. Şəkli ekranda böyütmək Ctrl plusdur. Və biz burada Ctrl plusla yaxınlaşan nə görürük? Bunlar nədir? Piksellər. Photoshop piksel qrafikasıdır. Piksel nə deməkdir? İnformasiya bazası deməkdir. İnformasiya bazası olmasa nə baş verər? Şəkil yaranmaz və rənglər də əmələ gəlməz. Piksel bazasının içində bu informasiyanın 300 dənə düyüm var. Vertikal və horizontal olmaqla, yəni şaquli və üfüqi olmaqla. Kimsə sabah soruşsa piksel nə deməkdir? İnformasiya bazası deməkdir. Yəni Photoshop bunu ilə işləyir, verilənlər bazası ilə. Ona nəsə biz ötürürük, o ötürücülər sayəsində də o bizə həmən şeyləri açır, göstərir. Sonra qapı döydü. Bir dənə istəyirəm. Ctrl 0 basın. Anlayınca uzaklaştırmak lazım sadece. Biraz aşağıda çıkıp geldim birazdan. Yani 9'da kaldı, birazdan çıkıp geleceğim. Rüfet yine 9'da çıkacak. O geldi götürecek abi. Deməli, biz harada qalmışdıq? Başım getdi. Sıfıra basan dedi. Ctrl 0 basın dedim. Çünki Ctrl 0 nə edir? Ekranı miqyaslayırdı. Yəni Ctrl mənfi ekranı kiçildir, 0 isə sırf ekranı mərkəzləyir. Yəni ümumiyyətlə bu düymələri çox sürətli istifadə edəcəyik. Ctrl plus mənfi 0, yəni qısa yollar bunlardır. Biz indi bu şəkli rəngləmək istəyirik, amma bir şəkildə hər hansı bir ərazini rəngləmək üçün mütləq şəkildə ərazi seçimi lazımdır. Yəni ki, o ərazi məsələn gözlərdir,
saçdır, koftadır, qaşdır, nədirsə bunu seçmək lazımdır. Arxa plan belə olsa biz seçməliyik. Bunu seçmək üçün də biz şəkli azad etməliyik əsas orijinal fayldan, yəni backgrounddan. Backgrounddan azad etmək üçün qıfılın üstünə klik vururuq burada və klik vurduqdan sonra layerə çönür avtomatik olaraq. Boş bir layer olur, background olmur artıq, yəni orijinal bir fayl olmur. Qıfıla bircə dəfə klik vurdunuz, açıldı. Yenidən qıfıl eləmək istəyirsiniz, local attribute basaraq eləyə bilərsiniz buradan. Yəni ki, bu problem deyil. Mən bunu birinci alətimlə, bax birinci alətim mənim move tool'dur, hərəkət etdirmədir. Hamı bunu seçsin, birinci aləti. Seçdikdən sonra üzərindən şəklin basıb saxlayıb dartıram aşağıda belə. Burası dartıram. Dartanda boşlu bir ərazi görürəm. Bu ərazi adlanır transparent, yəni arxa plan olmayan boş bir ərazi. Elmi termini PNG-dir, yəni ki PNG. PNG arxa fonu olmayan şəkillərə deyilir, hansı ki onları biz rahatlıqla istifadə edə bilirik və s. elementlər olur. Amma burada məsələn hazır element yoxdur, biz sadəcə transparent boşluğu görürük. Buna foreground da deyilir. Mən məsələn istəyirəm ki, şəklin bir kliklə mərkəzə gəlsin. Əgər mən bunu istəyirəmsə, mən burada mənim alətimin ikinci dərəcəli əmr paneli var. Bu ikinci dərəcəli əmr paneli alətimin, belə deyim, menyusudur. Alətim move tool'dur və burada auto select düyməsi var. Auto select'in həmişə diqqətli olaq ki, quşu yanıq olsun bu şəkildə. Əgər bu quş sönük olarsa, biz ekranda nəyə tıklasaq onu seçməyəcək. Biz gəlib avtomatik həmişə buradan axtarıb, buradan klikləyib seçəsi olacağıq. Yəni ona görə diqqət edirik ki, auto select həmişə yanıq olsun və layer'da olmuş olsun. Bu çox vacibdir. Əgər sizdə bu showda yanıqdırsa, zəhmət olmasa bunu söndürək. Niyə görə? Bu bizə meşasiya eləyir. Necə yəni maneə eləyir? Elə bir ki, bu yanıq olanda Ctrl-T deyirlər, transformasiya düyməsi aktiv olur və biz istəmədən şəklin ölçüsünü dəyişmiş oluruq və əlimiz hər dəfə dəyəndə biz gərək ya ölçünü düzəldək, ya təsdiqləyək, ya qadağan eləyək, bizə artıq bir problem çıxardır. Ona görə mən bunu sönük saxlayıram. Mənə əsas olan intizam nizam panelidir, yəni alignment. Alignment mərkəz üzrə var, vertikal, yəni şaquli və üfüqi şəkildə və sağ-sol üzrə var. Bunlar hamısı deaktivdir. Mən bunu aktivləşdirmək üçün bu üç düyməni yandırıram. Selection düyməsindən canvasa keçirəm, yəni ətraf mühit çevirəm. Və keçdikdən sonra bu gördüyünüz ortanı klikləyirəm. 2 dənə ortasını. Biri üfüqidir, biri şaqulidir. Align center vertical, align center horizontal. Bunları mən ortaladıqdan sonra şəkil avtomatik özü bir kliklə mərkəzə gəlir. Mən bir də durub Ctrl-Z ilə hər şeyi geri qaytarmaq məcburiyyətində qalmıram. Yəni ona görə bu alətin funksiyalarının aktivləşdirilməsi yadımızda qalmalıdır mütləq şəkildə ki, nəyisə intizam nizam mərkəzə gətirmək istəyəndə align vertikal horizontallardan istifadə edəcəyi elementlərdə və şəkillərdə. Aydın oldu? Daha Canvas sonra aktivləşmir də. bəli, canvas aktivdir. Selection seçim deməkdir, aktivləşmir elə olanda. Bu aligndir, intizam nizam deməkdir. İndi mən bu layeri yenidən qıfıl qoyuram buradan. Tərpənməsini istəyirəm ona görə. Tərpənməməsi üçün qıfıl qoyuram və qıfıl qoyduqdan sonra seçmək istədiyim ərazi göz bəbəkləri, saçlar və koftadır. Bunları rəngləmək istəyirəm. Bunları rəngləmək üçün mən alətlər funksiyamdan gəlirəm, baxıram. Sizə keçmiş manual üsulda göstərəcəm, hansı ki süni intellekt olmayanda mən neyinirdim. Amma siz buna sadəcə baxın, eləməyin. Çünki əsəbləşəcəksiniz əsas. Mən o etabı keçmişəm, siz inanmıram ona, səbriniz çatsın. Baxın, keçmiş üsulda etməyə ehtiyac yoxdur, prosta göstərirəm. Süni intellekt olmayanda mən necə işləyirdim. Birincisi, layer seçili olmalıdır, yanıq. İkincisi, seçmək istədiyim əraziyə yaxınlaşmışam. Göz bəbəklərdir, Ctrl+-la. Göz bəbəkləri necədir? Oval formadadır, kvadrat deyil. Burada mənim ikinci alətim var. Bu seçim alətləri bölməsinə aiddir. Fiqurlu seçim. Rectangle kvadrat deməkdir. Sağ düymənin üstündə sıxıram. Elliptical marquee tool. İkisi də M hərfi ilə çağırılır. Elliptical marquee tool oval seçim etmək üçün onu seçirəm. Və oval seçim etmək üçün kursoru gətirirəm göz bəbəyinin mərkəzinə. Göz bəbəyinin mərkəzinə kursoru gətirdikdən sonra klaviaturada sol əlimlə Alt Shift, yəni Option Shift, Alt Shift sıxıb saxlayıram
Sağ əlimlə mausu basıb dartıram bu şəkildə. Mausu basıb dartanda belə ətraf çevrəsi yaxşı götürülmədisə, seçimi Ctrl D ilə ləğv edib kursoru bir daha yerləşdirib bir daha çəkirəm. Aha, ətraflı götürdüm. Belə seçdikdən sonra ikinci seçimi etmək istəyəndə Alt-ı sıxa bilmirəm. Bilirsiniz niyə? Alt artıq mənfi rolunu oynayır. Yəni ki, silmək rolunu oynayır. Alt-ı sıxanda kursorda mənfi yanır və mən buradakı kənara çıxan seçimi ləğv edə bilirəm. Gördüyünüz kimi üstündən çəkdim belə və belənin içində silirəm. Shift-i sıxanda isə plus olur və mən seçim yarada bilirəm. İkinci dəfə mən ucu çəkmək üçün ancaq təkcə Shift-i sıxa bilərəm və mərkəzdən çəkə bilmirəm deyə yan çarpazı görüb hiss eləməliyəm. Shift-i sıxıb saxlamalıyam sağ əlimdən, sol əlimdən çəkməliyəm. Bu da çox çətindir. Əgər Shift-i sıxmasam çəksəm, o biri seçim itir avtomatik olaraq. Bu sadəcə Photoshop'un belə deyim, düşünmədiyi məncə bir şeydir. Çünki Photoshop məncə bunu düşünməlidir ki, ikisini də mərkəzdən çəkmək olmalıdır. Qıraqları da olmadığı üçün mən bir xırda-xırda əlimlə onları götürməyə çalışıram. Shift-i sıxıram, üzərindən dartıram, çəkirəm ki, götürüm. Yəni ki, keçmişdə süni intellekt olmayanda biz xırda bir şeyi seçib rəngləmək üçün bu qədər əziyyətdən keçirdik və düzgün ölçüsünü olmayanda xırda-xırda pikselləri çəkməyə çalışırdıq falan, çox çətin idi. İndi buna ehtiyac yoxdur. Ctrl D eləyirəm, yəni seçimləri ləğv eləyirəm. Gəlirəm burada, sizdə hamı bunu seçsin. Object Selection Tool, W aləti. Bu alət süni intellektlə kömək edir ki, lazımi ərazini seçə bilək. Avtomatik seçir. Biz seçmirik də artıq, yəni. Bu aləti seçdik, xanımlar. Haradaydı o? 1, 2, 3, 4. Dördüncü alət. W hərfini basanda yanır. Object Selection Tool. Yox, o prosta seçimi göstərir ki, yəni bu ərazini seçə bilərəm. Hal-hazırda klik vurmayın, əks halda seçəcək. Object Selection-ı götürdüm, qalxdım menüsuna. Menüsunda Select People sözü yazılıb. Yazılıb xanımlar hamıda. Şəbnəm, Aytekin xanım. Rectangle yazılıb. Necə? Rectangle. Rectangle nədir? Buradayıq biz. Rectangle yazılıb. Yo. Dördüncü alət, Object Selection Tool. Ekrana diqqətlə baxın. Ha, onu seçmişəm. Object Selection Tool. Bəli, Select People yuxarıda görürsünüz. Select People. Məndə başqa şey yazılıb. Ekranınızı çəkin atın, qurban. Xanımın üstə basırsınız, Select People olanlar. Xanımın üstə basın, bura. Buna bastınız, bunu bastınız. Göz bəbəkləri ayrısıdır. Ayrısı seçdiniz buradan. Apply. Iris seçəndə amma gözün ağ hissəsini seçir. Iris göz bəbəklərini seçir. Hə də, bəbəklərini seçməlidir. Ağ hissəni, bəbəkləri. Iris seçəndə option seçir. Iris-də isə imanın içini seçir. Aha, Iris-i seçirsiniz. Göndərdiniz. Qoy baxım. Apply edeyim. Aha, apply edeyim. Bu nədir? Sizdə Object Selection-da bunu göstərir. Alətləri çəkin atında. Mən aləti görmürəm burada. Siz qısa çəkmisiniz. Çünki bu Object Selection-a oxşamır axı. Ekrana çəkəndə çalışın, böyük çəkin. Belə görsənmir çünki. Bəlkə sizdə versiya köhnədir Adobe-nun, ona görə Photoshop. Göndərdim. Sizdə versiya köhnədir, Photoshop'un 26-nın təzəsi deyil. Köhnə versiyadasınız. Mənimkinə baxmayın. Siz onda şeylə işləməlisiniz, bu ovalla məcburi şəkildə manual. Sizdə vəziyyət xərabdır, kompüterə görədir yəqin.
Köhnə versiyadır. Deməli, bunu eləyəndə tez birinci alətə qayıdırıq. Niyə görə? Qırmızılar yanır ekranda. O elədir ki, əlimiz dəysə başqa yeri seçəcək. Ona görə move tool-a qayıdırıq ki, o əlim dəyməsin də. Adjustments seçirik, move tool-a qayıdırıq. Birinci aləti seçin, sonra adjustments seçin. Adjustments rəngləmə bölməsidir, yadınızı salın və adjustments da ola bilsin sizdə belə görünür. Presetsdədir. Presetsdən single adjustments-a keçin. Orada aşağıda Hue Saturation düyməsi olmalıdır sizdə. Hue Saturation. Hue Saturation. Hue Saturation. Onu seçirsiniz, işarəsi də belədir. Seçdiyiniz əraziyə avtomatik rəng verir. Gördüyünüz kimi belə maskalı bir rəng paneli funksiyası layer'də çıxdı. Və burada rəng vermək üçün aşağı düşürəm, Colorize yandırıram və buradan belə qıraqdan düşürsünüz. Colorize quşunu yandırırsınız ki, rəng verə biləsiniz. Əks halda verə bilməyəcəksiniz. Bunun həmişə quşu yanmalıdır. Və burada Hue bölməsi əsas rənglərdir. Buradan bu ağı dartara ürəyiniz istəyən rəngi verə bilərsiniz, əgər bu quşu yandırmısınızsa. Bəli. Saturasiya isə rəngin solğunluğu və canlılığı deməli saturation deyilir. Bunu artıranda belə qışqırır. Bu da nerealni görünür. Mən heç vaxt bunu bu qədər arttırmıram. Maksimum 30-40-da saxlayıram. Çox getmirəm də. Çünki çox real olmayan göz görüntüsü yarana bilər işıqlılıqdan, canlılıqdan. Ona görə saturasiya orta qalsa yaxşıdır. Lightness isə işıq və kölgə deməkdir. Bunu belə artırsam, burada gördüyünüz kimi ağarır, azaltsam qaralır. Bunu sıfırda saxlamaq daha məntiqlidir. Bəli, sıfırda. Bu gördüyünüz ki, burada ağ 2 dənə nöqtə var. Bu sizin göz rəngi ərazinizi göstərir. Yəni o hal-hazırda sizin rənglədiyiniz ərazilərdir. Burada layerdə hətta belə bir şey var. Görürsünüz, yandırıb söndürəndə orijinalla yeni verdiyiniz şeyin fərqini görə bilirsiniz. Sonra buna rəng verə bilərik. Bu gözə sağ düymənin üzərində sıxırıq. Mouse'un sağına buradan rəng verə bilirik belə. Gördünüz, rəng verdim. Belə layerlər çox olanda layerləri fərqləndirə bilmək üçün hansı layerdir deyə rəng verə bilərsiniz gözlərə, sağ düyməyə sıxıb. Bu elə bir şeydir. Bu yenidən editing elə bilməyiniz üçün Hue Saturation'ın özüdür. Bu da maskasıdır. Maskaya vuranda belə bir layer maska açılır. Bura vuranda rəng açılır. Sonra yenidən məsəl üçün saçlara və ya koftaya rəng vermək istəyirəm. Layeri seçirəm. Çünki funksiyanın üstə funksiya verə bilmərəm. Yenidən layeri seçirəm və bu layerin üstünə klik vururam. Gəlirəm yenə bu Object Selection tool'uma. Object Selection tool'u seçirəm. Select People-a yenə girirəm, xanımı seçirəm. Bu dəfə xanımın koftasını seçək. Gəlin, Upper Close eləyək. Bu gözləri fırlamalıyıq biz. Yox, ehtiyac yoxdur. Sadəcə altdakı şəkli seçin. Əsas layerə verirəm, rəngi funksiyaya yox, buna verirəm. Upper Close-u seçirəm, Apply, koftası seçildi. Tez qayıdıram birinci alətə. Birinci alətə qayıtdıqdan sonra yenidən sağda Adjustments-a keçirəm və Hue Saturation-a basıram. Və Colorize-i yandırıram. Hue Saturation-la. Ürəyim istəyən hər hangi bir rəngi seçirəm, verirəm burada. Belə. Bu şəkildə hazırdır. Bu maskada sizin rənglədiyiniz əraziləri göstərir ağ rəngdə. Maska biraz dərin təlimdir. Onu ayrıca keçəcək. Bu qara yer maskadır. Ağ qara olan. Rənglənən hissələr. Nə? Onu belə deyim, indi izah eləməyəcəm, dərin bir mövzudur. Çünki sizin ilk dərsdə onu başa düşməyiniz çaşmağınız deməkdir. Yəni, əməli başınız qarışacaq. İstəyirəm ki, onu öz dərsinizdə izah edin. Maska hal-hazırda sizin rənglədiyiniz ərazi orada ağ rəngdə görünür, seçilmiş ərazi. Hansı ki, o mən seçdim birinci kofta. Koftanı seçdi, rəngi koftaya verdi, düzdür? Koftanın rəngini ağ rəngdə göstərir. Arxa planı isə ümumiyyətlə boş ərazi olduğu üçün qara rəngdə göstərir.
Yəni seçilən ərazilər ağ nöqtə, ağ rəng kimi görünür sizdə hal-hazırda. Sxema kimi də, yəni adi bir çetyoşka görsənir hal-hazırda. Başqa saçını rəngləmək istəyirsiniz. Yenidən bax seçirsiniz buranı, layeri. Çünki biz orijinal şəklə veririk axı, funksiyanın üstə funksiya veririk. Şəkli seçəndən sonra gəlirik Object Selection, Select Pupil-a. Xanımı seçirik, saçları Hair adlanır. Hair-a basıb Apply edirik və gözləyirik. Saçlar seçildi, qayıtdıq birinci alətə. Biz orada məsələn saçı seçəndə elə bir saçlarda seçildi, belə xırda qalır. Yox, telləri də seçib var. Mən də seçib məsələn. Mən də telləri seçməyim. Oxşudan belə seçim. Mən də belə seçim. Telləri seçib. Məsələn, burada saçlar çıxır və onların şeyləri. Hamısını seçə bilməz axı. Orada bəzi tellər var ki, şəffaf görünür. Piksellər rəng qırğınlığı kimi görünür. Onlar hamısını seçə bilməz. Müəyyən qədərini seçir. Sistem gördüyünü təyin edir. Amma müəyyən tərəfində görmədiyi üçün götürə bilmir. Bu çox normaldır. Yəni Məsələn, mən istəsəm ki, hamısı xırda hər rəngi dəyişdirmə, o zaman manuala keçməliyəm orada. əllə işləməlisiniz. O sizin üçün uzun zaman alacaq bir şeydir və hətta saçı fondan tamamilə ayırıb çıxartmalısınız, rəngləri ilə oynamalısınız və o da sizin üçün çox uzun başa gələ bilər. Ya da rənglənməyən istədiyiniz var. Maska ilə, onu maska ilə eləyəcəksiniz. Gələcək dərslərdə izah edəcəm. Maskada rənglərin müəyyən hissələri silib yenidən qaytarmaq olur. Silmək yox, gizlətmək və qaytarmaq. Çünki maska silmək üçün deyil. Maska gizlətmək, örtmək, yəni elə bir zibil var, zibil xalçanın altına soxursan. Onu eləmək üçün elə düşünün. Maska ona görə yarayır. Olur, saç və qaş seçim. Olur. Birinci amma saçı seç, daha sonra yenidən layers seç, qaşları seç, ayrı-ayrı. Bir-bir. Bu əsaslar üçün hər şeyi tək-tək eləmək lazımdır. Qarışdırmaq olmaz. Məsəl üçün, bax belə. O dediyiniz şeyi də baxın, göstərirəm. Eləməsəz də olar. Bax, bu ağ hissəni görsünüz, rəngləyibdir. Bura ağ olur normalda, arası da. Bu maskadır, düzdürmü? Mən maskaya bircə dəfə klik vurdum. Maska, layer mask sözü burada çıxdı. Bura vurdum. Bunu fırça, maska bərabərdir fırça. Fırça alətini götürürəm. Brush tool deyilir, sadə brush tool. Bu brush tool'dan diqqət edirəm ki, burada ağ rəng rəngləməkdir. Çünki axı mənim saçım ağ rəngdədir. Mən bu yerini dəyişməliyəm. Xəyali ilə yerini dəyişib fonun rəngini verirəm. Yəni qara, adi, sadə fon. Və brushlarda yuxarıda sadə yumşaq brush seçmək üçün brushlarda menyu var. Açıram, General Brush'dan sadə yumşaq brush seçirəm. Ölçüsünü özüm üçün kiçildirəm. Balacalaşdırıram size. Maksimum kiçiltməyə çalışdım. Diqqət edirəm, opacity 100-də olsun, flow'um da 100-də olsun. Və belə silirəm, görürsünüz təmizləyir. Görürsünüz, sildi. Qara orijinala gizlədir də elə bil. Ağına keçirdirəm, başlayır rəngləməyə, görürsünüz. Amma kəskin rəngləyir də, yumşaq eləmir. Elə bil şəkil kimi eləyir, fikir verir sizə. Kəskin. Yumşaq eləməsi üçün siz opacity şəffaflıqdır, onu 50-yə salmalısınız. Flow işləmə sürətidir, o da 10% həmişə o şəffaflıqdan artıq olur deyə 60 verməlisiniz. Ondan sonra yaxınlaşmalısınız, bax, klik vururam, çoxlu vururam rəngləmək üçün, çoxlu vururam. Çoxlu vururam və rəngləyirəm. Ağı təmizləmək istəyirəm. X-la burada baxıram, qaranı üstə gətirirəm. Bu ağ rəngi buradan silirəm. Bu ağ rəngi sildikcə bura diqqət edin. Burada silinmə əməliyyatı görsənir. Ağ forma silinir. Qara fonla keçir. Silinir. Yavaş. Balaca da düzdür, görsənmir. Baxın, belə eləyin, görünsün. Görürsünüz, orada nəsə bir çat əmələ gəldi. Başın qırağında çoxlu elədiyəcək. Ağda elə bir silinmə əməliyyatı baş verir. Bax, görürsünüz, nöqtə əmələ gəldi, qara fon. Gördünüz? Elə olur. Proses şəffaflaşdırmışam deyə yumuşaq silir hal-hazırda. Çoxlu silirəm, fikir versin. Amma yüz olanda daha kəskin silir şəffaflıqla. Görürsünüz? Nə baş verdi? Silindicə burada görünür. Xınla ağı qaytarım, rəngləyirəm. Təzdən ağar. Görürsünüz, çətindir, yəni. Bu hissəni başa düşmək üçün siz 3-4 dərs keçməlisiniz. Bu hələ var bu təlim. Bura biraz çətin qismi.
Belə. Çətin gəldi. Maska söhbəti. Maskanı çox gec başa düşəcəksiniz. Birdən biraz çətindir onu başa düşmək. Mən başa düşdüm, amma məsələn onun yolunu Hələ ki tezdir. Hələ ki tezdir. Bu arada Aytəkin xanım, sizdə versiya köhnədir. Onu necəsə o intercolorunu dəyişmək lazımdır ki, sistemdə siz yeni şeyə keçə biləsiniz. Yoxsa belə manual sizə çox yorucu olacaq. Manual, yəni əllə mən bunları eləsəm, yəni belə göstərim də sizə prosta elə belə bunları söndürürəm. Nəyə keçmək lazımdır? O sizdə yadınıza gəlir proqram niyə yüklənmirdi sistemdə yazır deyə yükləyə bilmirəm. Dedim, sizə köhnə sistemdir ona görə. Versiya, yeni versiya yazmaq olmur 26. Yadınıza gəlir. Cloud da yükləyə bilmirdiniz. Çıxmışdım, eşitmədim. Necə? Eşitmədim, yayından çıxmışdım, eşitmədim. Ay, deyirəm ki, yadınıza gəlir, Cloud-dan sizə yükləmək olmurdu yeni versiyanı 26-nı. Deyirdi ki, sistemi, kompüterin sistem problemi var. 2022-nin linkini göndərdilər. 22-ni yükləyib sizə. Aha. Hələ ona görə 26-da bunlar var, 23-də, 24-də də var. Amma ki 22 ilə olmur. Siz kompüter sistemini Proses dəyişməlisiniz. zəifdir, ona görə onu göndərdilər mənə. Hə, bilirəm. Amma ki, yəni belə o sizi yoracaq, yəni deyim. Mən indi manual üsullarla göstərəcəm, amma siz manual əllə işləyə-işləyə dərsdə geri qalacaqsınız. Notebook'u dəyişmək lazımdır. Mütləq. Yəni başqa çarəsi yoxdur dəyişməkdən. Başqa manualla siz işləyə bilməyəcəksiniz. Müştərilər bilirlər ki, Photoshopda yeniliklər var, yəni daha sürətli iş eləmək olur. Sabah gündə sizdən rəngləmək istəyəndə siz orada oturub bayaqları mən gördünüz də dairəni açdım, dartdım. Hətta indi koftanı seçməyi öyrədəcəm. Baxın, manual üsulla mən 2016-da burada Quick Selection var. Seçim, sərbəst seçim brush alətidir, plus işarəsi var. Görürsünüz, buradan sayzını, ölçüsünü ayarlamaq olur seçim etmək üçün. Gəlirdim onu, sıxıb saxlayırdım, beləncinə çəkirəm əlimdən, təzədən əli seçir, təzədən buradan mənfisini götürürəm, əlin üstünü ləğv verirəm ki, axı mən əli rəngləmirəm, mən ancaq koftanı istəyirəm. Burada bir əlimlə şey eləyirəm, Ctrl Z ilə falan, plusla təzədən götürürəm, çəkirəm. Ehtiyatla çəkməliyəm. Bax, yenə əli götürdü. Mənfini götürürəm. Təzədən burada qaydaq. Ayda. Dəhşət. Aha. Tam istədiyim kimi olmayacaq, çox güman ki. Görürsünüz, belə eləyirəm. Xırda. Bu manual üsuldur da, yəni biləsiz. Buranı seçdim. Buranı seçdim. Bir təhər, yəni koftanı seçdik, amma tam yəni şey deyil, kifayət deyildi seçimim və bunun üzərində elədim. Adjustments, girirəm Saturation'a, eyni şey eləyir, Colorize. Buradan rəng verirəm, saturasiyasını azaldıb, çoxaldıram özüm üçün. Yəni bu manualdır, hələ görürsünüz burada... Üsullar da var, üsullar da var. Necə? Üsullar da var şəkildə. Hə, o qüsurlu oldu və mən maskanı seçməliyəm, brush'ı götürməliyəm, maska ilə işləməliyəm. Brush'ı götürəndən sonra ağ qism rəngləmədir, qara qism gizlətmədir. X-dan qaraya keçirəm, başlayıram qırağa çıxan hissələri belə silməyə. Sonra ağı qaytarıram, X-i basıram, buranı rəngləyirəm. Avtomatik seçəndə mobilin çıxmalı olmur, kənara. Bu immuni manualda əllə eləmişəm, yəni maksimum nə qədər keyfiyyətli eləyə bilərəm axı. Yəni biz qədimdə belə işləyirdik, hamısını xırda yaxınlaşdırırdıq pikselləri. Burada sağ ekranda sağ düyməni basanda brush'ın sayısı çıxır, buradan keçirdirdim. Nöqtə pikseli rəngləyirəm. Burada koftasını qıraqda qalır. Vay, çətiniymiş. Yəni süni intellekt olmayan günlərimdə mən bunu eləyəndə ağlayırdım. Demək istəyirəm. Hələ arxa fon təmizləməni manual sizə göstərməmişəm. Şəkili qızı arxadan plandan ayırıb başqa şəklə aparıb qoymaq manual eləsəm burada. Ən azı 1 saat yarım buradayıq biz. Yəni manual eləsəm. Süni intellekt eləsəm canımız qutardı. Bir də kəsib doğramağa çalışsam siz çox gözləyəcəksiniz.
Çünki səliqəli əllə kəsmək elə də asan deyil. Dırnağını rəngləmişəm, ayda X-dan qara eləyək, dırnağını silək. Uyda, burada qal. Ağ rəng eləyək, seçməyib. Bilirsiniz niyə? Rənglərə əsasən seçir sərbəst seçim aləti və arxa plan bozdu deyə koftanın da bozuntuluğu var. Çaşır elə bilir ki, orada boz ərazidir. Qəbul eləmir, sistem götürmür ekranda. Gördünüz? Yəni, belə yollardan keçirik. Manual belədir. Sonra gözləri, bəyəxları eləyəndə göstərdim. Yenə orijinal seçirəm, yenə göstərirəm. Yaxınlaşıram, oval, elliptical marker tool götürdüm. Kursoru gəldim, mərkəzə qoydum göz bəbəyinə. Sol əldə Alt Shift düyməsini sıxdım, saxladım. İkisini də eyni anda sıxıb saxlayıb, sağ əldə mausu sıxıb dartmaq, ortadan belə çəkmək üçün. Birinci mausu buraxırsınız, sonra klaviaturanı buraxırsınız. Qırağa çıxmış ərazini altı sıxıb saxlayaraq, Shift-siz altı sıxırsınız, mənfi yanır. Mausla belə üstündən çəkib örtürsünüz, sildiniz. İkinci gözü seçmək istəyirsiniz, Shift-i sıxıb saxlamalısınız. Bu biri əllə də mausdan dartmalı, götürməli. Böyük götürdünüz, Ctrl-Z. Bircə dəfə. Yenidən Shift-i sıxıram, dartıram, çəkdim. Qıraqlığa tam götürmədi, yenə Shift-i xırda-xırda çəkmək üçün üzərinə sıxıb saxlayıram, belə mausla çəkirəm qırıq-qırıq. Yenə gəldim Adjustments-a, yenə Hue Saturation-a, Colorize-i yandırdım, rəng verirəm. Qıraqlara çıxıb yenə görürsünüz, bu maskanı seçmək, fırçanı götürmək, qıraqları burada qara rəngi eləyib, silib gizlətmək lazımdır, buraları dəyib çünki piksellərə. Brushdakı sadə fırçaya, birdən çaşıb altdakini götürərsiniz, 2 dənə brush var, ID brushdan işləyirik, yəni ID brush tool'dur və buradan da size-ını ayarlamaq olur yuxarı menyudan. Ekranda sağ düyməni basıb buradan da eləmək olur ölçüsünü və diqqət eləməlisiniz ki, generalda soft round brushda olasınız. Bu manual üsullardır, yəni öyrətdiyim. Saçı isə belə eləmək mümkün olmayacaq. Saçı mən ayrıca ayırıb çıxartmalıyam fondan, yəni ona görə də harasa 1-2 saat vaxt lazımdır. Yəni ona görə kompüter məsələsi vacibdir versiyanını yeniləmək üçün. Baxıram, çox böyük var. Çətin olacaq sizə bundan. Belə. Bu arada qızlar, bunu evdə işləyəcəksiniz praktika məqsədli. Gələn dərsdə daha o açdığımız şəkillə hamısını işləyəcək. Bunu hələ ki, yəni ilk dərs idi, interfeyslə tanışdıq elədik, Photoshop haqqında danışdıq və s. Yəni ki, bunu hələ evdə istəyənlər bu öyrətdiyim manualda yoxlaya bilər, alətləri başa düşmək üçün də. İstəyənlər süni intellektlə də eləyə bilər. Yəni səbriniz çatırsa manualda yoxlayın. Çünki bir də gördünüz, getdiyiniz şirkət sizə lisenziya vermədi. Dedi ki, manual mexaniki aç əlindən işlə, köhnə versiya oldu. Məcbursuz onu da yəni eləməyə onsuz da. Belə baxanda. Evdə də praktika, bəli, interfeysi, menyuları yoxlamaq, pəncərələri açıb bağlamaq, qısa klaviatura yollarını öyrənmək. Çünki mən onu göndərəcəm yazılı şəkildə. Öyrənin, gəlin ki, rahat işləyəsiniz. Bir də belə deyim, bir dənə video atacağım Photoshopdan sizə, ona qulaq asarsınız sadəcə, yaxşı? Belə. Bu başqa şəklin üstündə bunları eləmək olur. Aha, başqa şəklin üstündə də eləyə bilərsiniz.